Respublikamızın hər yerində olduğu kimi Lənkəranda da 2 iyul polis işçilərinin peşə bayramı böyük təntənə ilə qeyd olunub. Tədbirdən əvvəl Lənkəran şəhər icra hakimiyyəti aparatının rəsmiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər rayon polis şöbəsinin şəxsi heyəti Heydər Əliyev xatirə parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələr düzdülər. Daha sonra Lənkəran şəhər rayon polis şöbəsində bayram tədbiri keçirildi. Tədbirdə Lənkəran şəhər rayon polis şöbəsinin rəisi polis polkovniki İslam Hümbətov çıxış edərək əlamətlər gün münasibətilə şəxsiyyəti təbrik edib, onlara şində uğurlar arzuladı. Polis rəisi Azərbaycan polisinin 2 iyul 1918-ci ildə yaradıldığını, Azərbaycan polisinin keçdiyi 98 illik çətin, məsuliyyətli, eyni zamanda şərəfli yoldan danışdı. İslam Hümbətov 2 iyul 1998-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə polis işçilərinin peşə bayramı gününün təsis edilməsindən, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin ictimai asayişin qorunmasında göstərdiyi xidmətlərindən, Lənkəran rayonunda polisin həmişə ayaq-sayıq olmasından, dövlətçiliyimizin qorunmasında görülən tədbirlərdən danışdı. Tədbirdə Lənkəran şəhər icra hakimiyyəti başçısının müavini İlqar Dadaşov çıxış edərək bildirdi ki, Azərbaycan polisinin keçdiyi 98 illik bu tarixi yol şərəfli yoldur. Eyni zamanda bugünkü nəsil üçün örnək olan bir yoldur. İlqar Dadaşov qeyd etdi ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır. Tədbirdə Lənkəran rayon prokuroru Elçin Məmmədov, Lənkəran məhkəməsinin sədri Elçin Kazımov və bir neçə polis etirana çıxış edərək, bu əlamətlər gün münasibətilə polis əməkdaşlarına təbriklərini və ürək sözlərini söylədilər. Sonra Lənkəran şəhər rayon polis şöbəsinin şəxsi heyətlə iş üzrə rəis müavini polis polkovnik leytenantı Nazim Əhmədov, Azərbaycan Respublikasının Daxili İşlər naziri general polkovnik Ramil Yusubovun şəxsi heyətə bayram münasibətilə ünvanladığı təbrik məktubunu oxudu. Mərasimin sonunda polis orqanlarında səmərəli fəaliyyətinə görə Daxili İşlər Naziri tərəfindən təltif olunan şöbənin bir qrup əməkdaşına Lənkəran şəhər icra hakimiyyəti başçısının fəxri fərmanları, şəhər rayon polis şöbəsinin pul mükafatları təqdim olundu. İsmail Cəfərli, İmran Məmmədov, Lənkəran.